Bugün Şahdağda Azərbaycan Qış İdman Növləri Federasiyasının təşkilatçılığı ilə FIC təqibinə əsasən Azərbaycan Open beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib. Bu dəfə iştirakçılar dağ xizəyinin slalom növündə mübarizə aparıblar. Gərgin keçən yarışların yekununda İsveçrə təmsilçisi Nikita Anner birinci olub. Qazaxıstan idmançısı Dala Talkunova ikinci, Gürcüstanlı idmançı Nino Tıklauri isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, turnir yanvarın 11-nə qədər davam edəcək. Qarşıdakı günlərdə idmançılar slalom və gigant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər. Azərbaycan Open turnirində 11 ölkədə müxtəlif yaş kateqoriyalarını əhatə edən 20 qadın idmançı iştirak edir. Yarışlarda ölkəmizdə Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edir. A performance worthy of the champion. Today a result that symbolizes